Hoş gördük əziz izləyicilər. Hər birinizin sabahlarınız xeyirli, gününüz uğurlu olsun. Gördüyünüz kimi hər tərəfdə ətraf qar örtüyünə bürünübdür. Yolda da maşınların hərəkəti davam eləyir. Yəni yolda heç bir problem yoxdur. Yol infrastrukturu öz qaydasındadır, işləyir. Gördüyünüz kimi maşınlar öz hərəkətindədir, hərəkətindən də qalmırlar. Il 19 yanvardan 20 yanvara keçən gecə saat 12'ye işləmişdən başlayan qar hal-hazırda yenə də davam eləyir. Əziz izləyicilər, gördüyünüz kimi hər tərəf ağ qara bürünübdür, torpaq öz yorğanına bürünübdür. Maşınlar da hərəkət eləyir. Yəni bura Ağdam rayonunun İmamqulubəyli kəndidir. İmamqulubəyli kəndinin ərazisi ilə gedirəm. Hal-hazırda gördüyünüz kimi yolda avtomobillər hərəkət eləyir. Hər tərəfdə ağ qar örtüyünə bürünübdür. Qar yağmaqda da davam eləyir. Bugün 20 yanvar soyqırım günüdür. 20 yanvar soyqırımından 36 il keçir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bərdə rayon ərazisinə. Bu gördüyünüz Bərdə rayonunun Ağdam tərəfdən gələndə giriş hissəsidir. Şahvəllər kənd ərazisidir. Şahvəllər kənd ərazisində də hər bir tərəf ağ qar örtüyünə bürünübdür. Bəli, gördüyünüz kimi Bərdə rayonuna daxil oluruq. Bərdə rayonunun Şahvəllər kəndidir bura. Burada da akşamdan başlayan qar yenə də yağmağa davam eləyir. Gördüyünüz kimi yenə burada da qar yağmağa davam eləyir. Yol infrastrukturunda məhdudiyyət yoxdur. Məhdudiyyət yoxdur. Yəni maşınlar öz hərəkətindədir. Bəli, burada da qar yağmaqda davam eləyir. Burada da maşınlar öz hərəkətində davam eləyir. Bərdə rayonunun ərazisidir. Bərdə rayonunun ərazisidir. Burada da qar yağmaqda davam eləyir. Burada da qar yağmaqda davam eləyir. Burada da gördüyünüz kimi hər bir tərəf ağ qar örtüyünə bürünübdür. Yəni yolda da məhdudiyyət yoxdur. Yol tam işlək vəziyyətdədir. Yəni nəqliyyatlar hərəkət edir. Burada Bərdə rayonunun Soğanverilər kəndidir. Soğanverilər kəndi də beyaz qar örtüyü ilə tam örtülüdür.
Burada da yenə xatırladıram ki, yolda məhdudiyyət yoxdur. Avtomobillər yolda tam hərəkət edirlər. Artıq Soğanverilər kəndinin ərazisini keçdik. Çıxdıq Soğanverilər kəndinin ərazisi. Bəli, bura 4 yol 2 qəsəbəsi olan bir ərazidir. Əslinə qalsa torpaqlar Tərtərin ərazisidir. Bu ərazilər, gördüyünüz bu ərazilər Tərtər ərazisinə məxsusdur. Tərtər sakinlərinin pay torpağıdır. Yəni burada Tərtər ərazisidir. Tərtərin pay torpağıdır. Tərtər sakinlərinin gördüyünüz kimi vəhşi heyvan da çıxıbdır. Qara görə, ovuna görə çıxıbdır. Bəli, yəni burada görsənən bu evlər isə Ağdam rayonuna məxsus olan 4 yol 2 qəsəbə adlandırılan qəsəbədir. 4 yol 2 qəsəbəsidir. Yəni bu ərazilərdə də qar yağmaqda davam edir. Yəni 4 yol 2 ərazisidir. 4 yol 2 qəsəbəsi olan bir ərazidir bura. Yenə deyirəm, qar yağmaqda da davam edir.